Bakı küləyi yenə öz işindədir. Paytaxtın bir sıra ərazisində güclü külək nəticəsində bir neçə attraksiyon dağılıb. Bəziləri isə tamamilə istifadəyə yararsız hala düşüb. Böyük Şor sahilində isə attraksiyon aşıb. Bu da təbii olaraq təhlükəsizlik məsələsini gündəmə gətirir. Böyük Şor bulvarındayıq. Burada külək tam gücü ilə əsir. Bir neçə gün əvvəl burada bir attraksiyon vardı ki, küləklə yarışa girib uduzdu. Attraksiyon yoldan çıxmışdı. Sevindirici haldır ki, onu yerinə qaytarıblar. Külək isə bizə bir daha göstərdi ki, təhlükəsizlik elə külək qədər vacibdir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə hadisə zamanı xəsarət alanlar olub. Məsələni aydınlaşdırmaq üçün Tibbi Ərazi Bölmələrini İdarə Etmə Birliyi ilə əlaqə saxladıq. Onlar isə bildirdilər ki, Respublika Təcili və Təxirə Salınmaz Tibbi Yardım Mərkəzinə aprelin 27-si saat 15:07-də Böyük Şor bulvarı ərazisindən uşaqların yıxılaraq xəsarət alması səbəbi ilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunsa da xəsarət alan şəxslər yerində tapılmayıb. Güclü külək zamanı attraksiyonların aşması insanların təhlükəsizliyi üçün ciddi risk yaradır. Bəs belə halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Bu sualları təhlükəsizlik qaydaları üzrə ekspertdən soruşduq. Təhlükə potensiallı, riskli belə deyək, obyektlər siyahısında olduğu üçün bu cür attraksiyonların ümumiyyətlə təhlükəsiz istismarı həyata keçirilməlidir. Təbii ki, ildə bir dəfə müvafiq qurum tərəfindən buna baxış keçirilir, yoxlanması təmin olunur. Ancaq təhlükəsizlik baxımından bu attraksiyonlar hər gün yoxlanmalıdır və aidiyyatı üzrə müvafiq jurnalda qeydiyyat aparılmalıdır. Təbii ki, bu cür attraksiyonlara nəzarət edən şəxslərin, yəni attraksiyonlara nəzarət edən şəxslərin özlərinin belə sertifikasiyası olması vacibdir. Bulvar ərazisində çalışanlar güclü külək xəbərdarlıqları zamanı attraksiyonların fəaliyyətini dayandırdıqlarını bildirirlər. Ancaq bu tədbirlər bütün ərazilərdə yetərincə tətbiq edilirmi? Mütəmadi qaydada kənar mütəxəssislər tərəfindən qurğuların texniki təhlükəsizlik tələblərinə uyğunluğu yoxlanılır və mühəndis texniki heyətin bilik səviyyəsi mütəmadi şəkildə qiymətləndirilir. Həmçinin attraksiyonlarda defektoskopiya, ölçü işləri, sınaq və yoxlamaların aparılması məqsədi ilə əlavə yoxlamalar həyata keçirilir. Bir qayda olaraq əlverişsiz hava, xüsusilə güclü külək şəraitində Milli Park ərazisindəki attraksiyonlar təhlükəsizlik səbəbindən fəaliyyət göstərmir. Xüsusilə ölçülərinə görə fərqlənən və daha mürəkkəb mexanizmi ilə hava şəraitinin təsirlərinə daha çox məruz qalan panorama attraksiyonu küləyin sürəti saniyədə 11 metrdən artıq olduqda, eləcə də tufan, yağış, ildırım, dolu və ya qar kimi əlverişsiz hava şəraitində fəaliyyət göstərmir. Bakı küləyi küləklər şəhərinin simvolu olsa da, bəzən yaratdığı fəsadlar təhlükəsizlik məsələlərinə ciddi yanaşmağı tələb edir. Təhlükəsizlik xəbərdarlıqları zamanı diqqətli olmaq isə hər birimizin üzərinə düşən məsuliyyətdir.